Aha. Keçən ilin son gecəsi əsərində hansı bayram təsvir olunur? Yeni il bayramı. Ay sağ olun. Yeni il bayramı və Dünya Azərbaycanlıların Həmrəylik günü burada öz əksini tapmışdır. Yaxşı. Bu əsər necə başlayır? Həmidə xanımın Səkinənin, yəni qonşu Səkinəni çağırmağı ilə. Aha. Onlar yer evində qalırdılar, yoxsa bina evində? Bina evində. Bina evində qalırdılar. Hansı şəhərdə qalırdılar? Yoxsa rayon idi? Bakıda. Bakıda. Bakının hansı rayonunda? Onu bilmədim mən. Aha, orada qeyd olunub. Bakı şəhər Nərimanov rayonunda, Nərimanov prospektində olan bir ev, bir binada, bir mərtəbəli bir binanın yuxarı mərtəbəsində Həmidə idi, aşağıda, nisbətən aşağıda yaşayan, aşağıdakı mərtəbələrdə yaşayan Səkinə xanım idi. Çünki deyir səsləyir, aşağıdan deyir Səkinə xanım ona ay-hay verir. Yəni belə bir epizod var orada. Bundan da aydın olur ki, yəni onlar nisbətən ondan hündür binada yaşayıblar. Nəysə. Yaxşı. Dedik ki, əsər Həmidə xalanın qonşusu Səkinə xala ilə söhbəti ilə başlayır. Həmidə xala orada Səkinə xaladan nə istəyir? Buludunu istəyir. Deyir ki, şeydir, mənim sizdə buludum var. Aha, Onu bulud ver. istəyir. Bəli, tamamilə doğrudur. Həmidə xala Səkinə xanıma, onlar belə deyir. Səkinə xanım deyir, hə, yaxşı gətirirəm. Gətirir. Buludu verəndə orada Səkinə xanım yeni ili harda keçirəcəyini deyir. Harda keçirəcəkdi Səkinə? Ev. Yeni. Aha. Həmidə xanım evində keçirəcəkdi. Səkinə xanım isə oğlu gilə gedəcəkdi. Yox, əksinə Səkinə xanım dedi ki, oğlum filan hamısı evdə yığışacaqlar. O da evdə keçirdəcəkdi. Həmidə xala mən burada dedim ki, Həmidə xala Səkinə xalaya nə deyir? Yəni harda keçirəcəyini deyir. Hə, evdə keçirəcəyini deyir də. Həmidə xala deyir ki, Aha, bəli, buyurun. deyir ki, rəhmətliyin qızı harda olacam? Yəni evimdə olacam da. Aha. Mən onsuz evimdə keçirdirəm. Bu Səkinə xanım da deyir ki, bəs necə deyir, yəni nə yaxşı uşaqlar evdə. Bu da deyir ki, hə, yəni uşaqlar da evdə olacaq, nə bilim gəlin oğlumun yoldaşı falan gələcək. Yəni bir fəxarət hissi ilə onu deyir. Bəs Səkinə dedi yeni ili harda keçirdəcəm? O mən bilən oğlu gilə gedəcək də. Hətta təklif edir ki, evdə tək. Bəli. Oğlu gilə gedəcəkdi, bəli. Bəs oğlunun adı nə idi? Oğlunun adı Gözəl addır, ha, indi də işlədilir o ad. Gündüz idi, nə idi, belə bir adı var. Fariz. Oğlu Fariz. Səkinənin oğlunun adı Fariz idi. Oğlu Fariz gildən keçirəcəkdi. Yaxşı. Həmidə xalanın kiçik oğlu, neçə övladı var idi Həmidənin? Həmidə xalanın 4 uşağı var idi. İkisi oğlan, ikisi qız. İkisi oğlan, ikisi qız idi. Bəli. Böyük uşağı qız idi, yoxsa oğlan? Ən böyük. Oğlan idi. Yox, böyük Gülnarə idi, qız 25 yaşında. İkinci Rüstəm idi. Sonra 17 yaşında Dilarə idi. Ən balacası da Tofiq idi. Tofiq idi. Yaxşı. Həmidə xala mətbəxdə yeni il üçün yemək, axşam üçün yemək bişirirdi orada. Bu zaman Həmidə xala təlaşla qonaq otağına gəldi. Səbəb nə idi onun belə təlaşla gəlməyinə? Sonra əsəbi halda Tofiqə Bəli. bir söz dedi. Səbəb nə? Oğlu Tofiq Hı -hı. yoldaşı Çingizlə, Şamillə bir yerdə, daha çox Şamillə bir yerdə kasetlərə baxırdılar. Yəni kasetləri yoxlayırdılar. Bunun atasının səs yazısı var idi. Bülbülün səsi mahnısını Sənsiz, oxuyurdu. Bülbülün sənsiz mahnısı. Bəli, Bülbülün sənsiz mahnısını oxuyurdu. Daha doğrusu Bülbül sənsiz mahnısını oxuyurdu. Yəni bunun ardından sonra da atasının səs yazısı var idi. Yəni buna görə də anası eşitdi bunu. Tez gəlib o kaseti götürüb şkafa qoydu, ağzında kilitlədi ki, dəyməyim buna. Aha. Hətta bir qədər səs buyurun. Buyurun, buyurun. Bir qədər səs tonunu qaldırır. Artıq bunun düz çıxmadığını gördükdə Şamilin Tofiqin üzündən öpür. Şamilin isə başını sığallayır ki, şeydir. Burada sənin rəhmətlik atanın səs yazısı var, sizə aid olan bir şey deyil. Aha.
Deməli, onlar o kaseti qoyurlar orada. Kaseti qoyandan sonra mahnı Bülbülün Sənsiz mahnısı eşidilir. Onun ardınca atasının səsini eşidir, yoxsa eşitmir atasının səsini? Xeyr, eşitmir. Sadəcə Bülbülün Sənsiz mahnısını oxumağını eşidir. Aha, və Anası bu mahnını eşitdikcə gəlir tez götürür ki, bu sizə də aid deyil. aha, tamamilə doğrudur. Əla. Yaxşı. Həmçinin dediniz ki, Tofiq orada anasından həmin lentin nə olduğunu soruşanda Həmidə xala da ona cavab verir kim olduğunu. Yoxsa yox, bayaqları yadımdan çıxdı ona verdiyi cavab. Yəni o həqiqətən də o Bəli, bəli. Deyir atasının ki, burada kaset olduğunu deyir, yoxsa birinci əsəbləşir, necə deyir, səs tonunu qaldırır. Amma sonra da onun səs yazısında atı rəhmətli atasının səs yazısı olduğunu deyir. Hə, bundan sonra da tamamilə doğrudur. Yaxşı, bu hadisədən müəyyən müddət keçəndən sonra Tofiq qapıdan acıqlı şəkildə içəri girir. Üzr istəyirəm, Tofiq yox, Rüstəm qapıdan acıqlı vəziyyətdə içəri girir. Onun acıqlı vəziyyətdə içəri girməsinə səbəb nə idi? nişanlısı ilə ayrılmışdı. Ayrılmışdı deyəndə, yəni nişanlısı ilə mübahisə etmişdi və anasına da başının ağrıdığını, tez yatacağını deyir. Uşaqlara da sakit olmaqlarını, hətta uşaqlara da ilk girişdə əsəbləşir ki, bura meşədir, və kanadı, küçədir, nədir, gecə klubu nədir bu, bura yoxsa evdir, belə sakit ola bilməzsiniz. Yəni, Tamam. bundan sonra da anasına tapşırır ki, mənim başım ağrıyır, mən biraz tez yatacam. Belə sakit olsunlar. Gedir, anası da deyir ki, gir bu otaqda yat, vaxt çatanda sən oyadacam. Tamamilə doğrudur, bəli. Yaxşı, orada həmin epizodda Səkinə xanım onlara gəlir də, onlar Bəli, bəli. söhbət eləyirlər. Mətbəxdə söhbət eləyəndə kimin Həmidə xalanın dilindən aydın olur ki, onlar həmişə belə deyək, yeni ili bütün demək olar ki, hamısını hər ili evdə keçirdilər. Onlar yeni ilə xüsusi önəm verirdilər. Ancaq bir il onlar yeni ili evdə keçirtməmişdilər. O hansı il girəndə idi? Deyir ki, filan ildə biz yeni ili evdə keçirtmədik, vaqonda keçirtmişdik. Vagonda keçirdilər. Bəli, deyir ki, Rəhmətli Qəzənfər ki, Qəzənfərlə Moskvadan qayıdırdı. Mahaçqalanın yanında payezi saxladılar. Yolu qar basmışdı. Səbəb də bu idi. Ona görə də biz gələ bilmədik və məcbur qalıb getdi mağazadan, marketdən bir-iki bir şey aldı və biz yeni ili vaqonda qarşılamalı olduq. Yəni məkanı da deyiblər burada, səbəbi də deyiblər. Ona görə bu epizodu yadda saxlamalısınız. Deməli, kimlə keçirdi? Rəhmətli yoldaşı olan Qəzənfərlə. Hardan qayıdırmışlar? Moskvadan qayıdırmışlar. Harda payez saxlayıb? Poyez, yəni bildiyimiz harda saxlayıb? Mahaçqalanın yanında saxlayıb. Səbəb nə idi saxlamağına? Yolu qar basmışdı. Ona görə irəliləyə bilmirdilər. Və elə orada da mağazadan bir-iki bir şey aldı. Dediyimiz kimi gəldilər yeni ili orada qeyd elədilər. Bunu kimə deyirdi? Həmidə xala. səs qırıq-qırıq gəlir. Bir də təkrar eləyəsiniz, zəhmət olmasa. Aha. Kimə deyirdi bunu Həmidə xala? Nəyi müəllim? Bu epizodda, yəni Moskvadan ilk dəfə Səkinə xalaya deyirdi. Bəli. Səkinə xalaya deyirdi. Aha. Yaxşı. Qəzənfər neçə il idi ki, rəhmətə getmişdi bunu danışanda müəllim? 11 il. 11 il idi ki, bəli, rəhmətə getmişdi. Kimin dilindən eşidirik? Səkinə xaladan yoxsa Həmidə xalanın dilindən eşidirik? Yox, Həmidə xala deyir. Səkinə xala deyir ki, nə qədər vaxtdır rəhmətə getdi? Deyir artıq 11 ildir. Elə bil ki, dünən olub. Yəni Bəli. bu haqda danışılır. Deməli 11 ildir ki, artıq rəhmətə gedib kişim. Yaxşı. Qəzənfərin qonaqpərvər bir kişi olduğunu biz hardan təxmin edə bilərik? Xarakterisi qonaqpərvər biri idi. Yəni onun qonaqpərvər olmağını elə Həmidə xalanın dilindən də deyir ki, o neft daşlarında işləyirdi. Gəldikdən sonra ona mən nə qədər elirdim, deyirdim ki, yat, dincəl, yorğunluğuna çıx. Amma bir də gördüm telefonu götürdü.
O yoldaşa, o dosta, o qardaşa yığırdı. Bir də gördün ev doldu. Tamam. Otururdular, yeyirdilər, içirdilər. Yəni çox qonaqpərvər kişi idi deyirdi. Hı, bəli. Yaxşı müəllim. Həmidə xala ilə kiçik qızı Dilarənin ortaq bir özəlliyi var idi. Bəli. Hı hı, Onlar Həmidə xala gənc yaşlarında, hı Dilarə də indi gənc olduğuna görə, yəni onlar ikisi də səsi var idi. Yəni oxumaq istəyirdilər, oxuma meyilli idilər. Eee, Səkinə qızı Dilarə Həmidə oxuyurdu. xalanın, Həmidə xalanın səsinin yaxşı olduğunu kimin dilindən eşidirik? Yəni o epizod Eee, Sə Sə Səkinə xala deyir ki, "Ay qız, sənin səsin də gözəl idi. Bir vaxtı yoldaşımla sən oxuyurdun, yəni gənc qız vaxtı, təzə gəlin vaxtı idi. Sən oxuyurdun, mən də yoldaşımla barının arxasında sənə qulaq asırdıq." Hı, Ha, bundan sonra da bu da deyir ki, deyir, "Niyə bu işin ardınca getmədin?" Deyir, "Mənim ərim biraz rəhmətli Qəzənfər kişi biraz qaraqabaq adam idi. hı Yəni hı, o imkan vermirdi ki, yəni düşünürdü ki, mənim yoldaşım gedib aktrisalıq, müğənnilik eləyə, səhnəyə çıxa." hı hı. Deyir, hətta bir dəfə Üzeyir müəllim, yəni burada Üzeyir Hacıbəyovu nəzərdə tutur. Hə, var. Üzeyir Hacıbəyov, Qəzənfər kişi ilə danışıb, hətta onu da anlamışdı ki, bu bir istedaddır, bunu sən niyə qoymursan ki, oxusun? Ondan sonra da deyir, mən, yəni Qəzənfər kişi mənə dedi ki, həvəsim var, istəyirsən oxu. Lakin ondan sonra deyir, uşaqların ardarda olmağı, 4 dənə uşaq saxlayıb böyütmək biraz da, maddi, ona görə bu işin arxasınca getmədi. Tamamilə doğrudur. Yaxşı müəllim. Bu Tofiqdir, Şamildir, Çingizdir. Bunları telefon budkasında dostlarına zəng edəndə kim onları danlayıb çıxarır oradan? Eynəkli kişi. Eynəkli kişi, bəli. Eynəkli kişinin adı qeyd olunub orda. Eynəkli kişinin burada adı qeyd olunmayıb, amma eynəkli kişinin, post gətirəndə adı qeyd olunub. Orada da eynəkli kişi gedir, deyir ki, şey gətirir, post nədir, ımm, Hı hı, kağız gətirir də, postalyon idi. hı Həmin postalyonda artıq o da eynəkli idi. hı, hı Orada adı çəkilir. Amma eyni şəxs olduğunu düşünmürəm. hı, hı, bəli. Adı nə idi? Mənim yadımdan çıxdı bir an. Sözün açığı mənim o postalyonun adı mənim də yadımdan çıxıb. Ona görə baxam. Hə, Poçtalyon Bəşir. Hə, düz deyirsiz müəllim. Poçtalyon Bəşir, bəli. Aha, deməli, Poçtalyon Bəşir gəlir, ora girək, ya da ora qalsın. Deməli, neynədi? Eynəkli kişi bunları bərk şəkildə danladı və oradan çıxartdı, telefon budkasından çıxartdı. Yaxşı. Bu birinci pərdə yekunlaşır. İkinci pərdə bəs necə başlayır? Nəsə İkinci pərdə, Həmidə qızı Həmidənin yoldaşı ilə, oğlu Vaqiflə, gəlməyidir. hı. Gəlirlər evə, Da şeydir, yəni bu ikinci pərdə müəllim, qızı Dilarənin həmin otaqda elə hadisənin baş verdiyi otaqda başlayır. Dilarə piano çalır və bu dəmdə eee, o qız, birinci böyük oğlu, böyük qızı daha doğrusu onlara qonaq gəlir. Doğrudur. Yaxşı. mən burada, üzr istəyirəm, Buyurun. çərçivənin içində verir, məsəl üçün də, deyir ki, qızı piano oxuyurdu, həm də nədir, pianoda, mahnı ifa eləyirdi, Həmidə xala ona qulaq asırdı. Hı hı. Ardından dialoqda verilir, dialoq deməkdə, yəni, eee, şeydə verilir ki, əsərdə, məsəl üçün Həmidə yoldaşı ilə gəlir, indi orada görüşürlər də, Süleyman gəlir. Yəni burda pərdənin hansı o çərçivənin içi ilə götürürük də, düzdür? Çərçivənin içi ilə götürməniz daha çünki orada hadisə var axı. Əgər o çərçivənin içində desələr ki, deyilsə ki, qapı örtüldü, nə bilim, işıqlar söndü, bunları hadisəyə daxil etməyəcəksiniz, bəli. Amma həmin o çərçivənin içində baş verən hadisə varsa, onu artıq götürəcəksiniz. Hə, burada var. Məsələn, o çərçivə deməydim, mötərizənin içərisində qeyd olunur. Hadisələr həmin otaqda baş verir, Dilarə piano çalır.
Məsələn, bu ifadədən artıq bilinir ki, hadisə necə başlayır, ikinci pərdə necə başlayır? Dilarənin piano çalması ilə. Daha sonra qapı Hayır. çalır və böyük qızı ilə yoldaşı və oğlu içəri girir. Yoldaşın adı, böyük qızının adı nə oldu? Həmidə. Həmid böyük qızının Böyük qızla Gülarə. Gülarə. Gülarənin yoldaşının adı nə idi bəs? Süleyman. Süleyman idi. Bəs onların övladının adı nə idi? Vaqif. Vaqif idi. Tamamilə doğrudur. Süleyman xaraktercə necə biri idi? Süleyman xaraktercə, orada onun bir dialoqu, yəni monoloq yoldaşı Gülarə ilə bir dialoq var. Deyir ki, sənə dedim ki, getməyək. Bəs bizi müdür gözləyir, dəvət eləyibdi. Yəni sonra da gələ bilərdik, bu gün də gələ bilərdik, sabah da gələ bilərdik, tabii də gələ bilərdik. Nə məcbur idi ki, bu gün gələk? Uşaq da deyir ki, səbirsizliklə gözləyir. Deyir ki, mən sənə dedim ki, aparaq Vaqifi, yəni uşağı anamgilə qoyaq. Sən də dedirsən ki, yox, öz anamdan başqa mənim ürəyim heç kimi sığışmır, nəmin ağarmır. Yəni burada bir növ Vaqifin, daha doğrusu Süleymanın müsbət xarakterli insan olmadığı ortaya çıxır. Aha, bəli. Yaxşı, bu dəmdə nə gətirməyə getmişdi mətbəxə? Onları görəndən sonra Həmidə xala mətbəxə nə gətirmək üçün getmişdi? Meyvə getməyə getmişdi. O Tofiqin yoldaşlarını almışdı o, yəni meyvəni. Yəni onlar çıxıb getdiyinə görə deyir ki, bu sizə qismət imiş. Lakin belə Gülnarə deyir ki, ana bizi qonaq çağırıb, bəs Süleymanın müdürü, biz ora getməliyik. Arvadın necə deyim, əlləri əsir meyvələr tökülür yerə. Deyir ki, görsən bu meyvələri də tökdük yerə. Sonra deyir ki, day gülümsəməyə çalışır. Deyir ki, keçlə qızım, gedin, burada nə var ki falan. Yəni incidiyini bir növ biruzə vermək istəmir. Aha, bəs nəvəsi orada qalırmı, yoxsa nəvəni də aparırlar özləri ilə? Qalır, nəvəsi qalır. Hətta qızı Gülarə deyir ki, anası Həmidə xanım deyir ki, qoy mənlə yenilik keçirsin, sonra yatıstıraram. Gülarə də deyir ki, yox, yuxusunun vaxtından keçəndə sabahsı it kimi olur da, yəni Aha. ağlayır, cırnıyır. Həmin dəmdə evdə başqa kimsə var idi? Süleyman var idi. Yox, yəni onlardan əlavə. Ev Yəni oğlu Rüstəm yatmışdı da, oğlu Rüstəm. Bəs yaxşı. Oğlu Rüstəmlə münasibəti necə olur sonra da? Yəni Oğlu Rüstəmlə münasibəti belə olur ki, oğlu Rüstəmi oyadır. Oğlu Rüstəm birincisi bunu necə deyim, yuxulu bunu bir növ necə deyim, köntöy cavab verir. Nə deyirsən, nə istəyirsən. Deyir ki, dur gəl, səndən işim, daha doğrusu mənə kömək eləməlisən, işim var. Durub gəlir. Artıq bunların mübahisə etdiyini bu anlayır da, bilir ki, nişanlısı ilə mübahisə eləyir və ona zəng eləməyini xahiş eləyir. Bu bir çox isrardan sonra bu zəng eləyir, bunlar görüşəsi olurlar. Ancaq Rüstəm anasının evdə tək olduğunu bilmirdi. Evdə tək olduğunu soruşandan sonra Rüstəm bir növ könüllü şəkildə getmir də, yəni anasının evdə tək olduğunu, bayramı tək qeyd eləyəcəyini bildiyi üçün getmək istəmir. Yəni bunun düz çıxmadığını fikirləşir. Lakin anası bunu məcbur eləyir, bu gedir. Və burada da deyir ki, anası da deyir ki, onsuz da mən yenili axıra qədər gözləmirəm də, beləcədən girib yerimə yatacam. Orada da Rüstəm bəy əməlli başlı qəşəng geyindirir. Hətta Rüstəm bəy incidiyinə görə əvvəl anası deyir ki, Həmidə xala deyir ki, bəs get barış, bayram günü küslük olmaz. O da deyir ki, yox, barışmayacam. O da deyir ki, barışmırsan səni südümə halal eləmərəm. Deyir, mən küssəm səndən ömür boyu barışmaram. Ay sağ ol. Bəli. Onu deyir və artıq oğlanın özünün də könlü var idi getməyə və gedir ən nəhayətində. Qəşəng qalstukunu filan geyinib eləyir, çıxıb gedir görüşməyə. Gedir və yenə də qalır evdə tək. Evdə tək qalır bu Həmidə xala. Həqiqətən evdə tək qalır, yoxsa necə? Yox, nəvəsi Vaqif var idi. Sadəcə belə deyək də, böyük bir şəxs yox idi ki, onunla bayram keçirdən söhbət eləyə. Bəs evdə heç kim olmasa da,
süfrəni doldurur yoxsa necə? Süfrəni açır yoxsa necə? Bəli, süfrəni açır, hətta öz-özünə monoloq qurur ki, deyir, sən oradan otur, filan kəs sən oradan otur, Qəzənfər sən burdan başdan otur. Axırda deyir ki, deyəsən dəli olmuşam, başım xarab olub. Hı. Durur pəncərədən çölə baxır, Bakının sahilşən işıqlarına baxır. Yəni bu məqamda da qapı döyülür. Aha. Qapı döyülür, bu bir anlıq sevinir, amma bir qədər də təlaşlanır ki, bu vaxtı kimdir gələn? Qayıdıb görür ki, şeydir, bir kişidir. Bu da Qəzənfər kişinin şəriyi olur səhv deyirəmsə, hər bayramlarda buna şey göndərir də, nətər deyim, teleqraf göndərir. Teleqraf göndərirdi, bəli. Hə, Hardan göndərmişdi o teleqrafı? Hansı bölgədən? Təşdərxandan göndərmişdi axı deyəsən. Həşdərxandan göndərmiş. Həşdərxan Rusiyanın şəhəridir, bunu bilirsiniz. Bəli. Göndərmişdi. Adı nə idi? Onunla Həmidə xanımgindən o teleqrafı, məktubu göndərənin arasındakı, yəni bir bağ nə idi? Nəyə görə göndərmişdi? Onun yoldaşı da, yəni Qəzənfər kişi ilə o, səhv deyirəmsə şərik idi. Şagird, belə deyək də, şərik deməyin, şagirdi idi. Oğlanın da adı Fərman idi. Qəzənfərin şagirdi Fərmandan gəlmişdi bu məktub. Həmin Fərman ki, hər dəfə bayramda, bütün bayramlarda teleqraf vururdu öz belə deyək də müəllimigilə. Həmçinin Mən şagirdi də şərik oxumuşam. Aha, şagirdi idi müəllim. Həmidə xala poçtalyona nəsə təklif eləyir, yoxsa poçtu alır elə yola salır? Yox, ona çay təklif eləyir. Yəni Hı. çay içirlər, çay verir, çay içir. Bu məqamda deyir ki, şəkli görür. Qəzənfər kişinin divarda olan qara çərçivədə olan şəklini deyir ki, kim deyir ki, bəs yoldaşıdır, deyir, hə, rəhbətə gedib. Deyir, uşaqdan nəyim var? Deyir ki, oğlum var, 2 qızım var. Deyir, sənə qalan insan qocalanda qara qutu var, göstərir. Hı. Deyir, qara qutu var, televizoru göstərir, televizor nəzərdə tutur. Deyir, adam qocalanda adama qalan nə olur? Hı. Bu da deyir ki, niyə elə fikirləşirsən? Deyir ki, 4 oğlunla mənim adım Pastalyon, bəli, bu adı nə idi yadımdan çıxdı yenə. Pastalyon Bəşir. Bəşir. Bəli, deyir, mənim adım Pastalyon Bəşirdir. Əgər onlar o 4 uşağından biri sənə zəng eləyərsə, bayramını təbrik eləyərsə, mən adımı dəyişərəm. Hı. Bundan sonra da yəni dialoq davam edir. Deyir ki, övlad ki var, dünyaya gələndə sənin ömrünü yeyir, sonra böyüdürsən varını yeyir. Axırda da səni göndərir qəbirstanlığa, deyir ki, get axirətdə görüşərik. Bu Aha. deyir ki, ay kişi, sən niyə elə fikirləşirsən ki, sən yaxşı övladlardan danış da, sən niyə belə deyək də, üzə ağ olan, necə deyim, pis övladdan danışırsan. Bu Niyə da deyir ki, naxələt? hamısı eynidir. Bəli, müəllim. Naxələt deyir ki, nə üçün naxələt Evet. övlad adamırsan? Nəysə, xülasə, o eynəkli Bəşir artıq oradan çıxıb gedir və eynəkli kişi oradan çıxıb gedəndən sonra poçtalyon Bəşir çıxıb gedəndən sonra baxmayaraq ki, Həmidə xala onun sözlərinə o danışan ərəfədə əhəmiyyət verməsə də, artıq gedəndən sonra o sözlərin təsirini özündə hiss eləyir. Bəli, televizoru açır, sonra gedir radionu açır. Radioda kimə zəng eləyir? Radioda 09 yığır, 09 yığır. Bir növ deyək də şeyə zəng eləyir, bu nömrələri soruşmağa da. Bəli, operatora zəng eləyir. Operatora yığır. Operatora deyir ki, salam, axşamınız xeyir. O deyir, axşamınız xeyir. Nömrəni deyim. Bu da deyir ki, sizin yeni ilinizi təbrik edirəm. Bu da deyir, sağ olun. Nəysə, bir neçə dəfə təkrar edir ki, sizin bayramınızı təbrik edirəm. Siz də təksiniz, nə bilməsiniz. Bu qadın da deyir ki, xətti məşğul eləməyin. Bu da söndürür. Bundan sonra bu fikirləşir ki, yəni birinci fikirləşir ki, görən küçədə tək olan var. Yəni küçədə adam var, evində tək olan var. Aydındır. O belə deyək də, ən nəhayətində artıq gəlir otağa və həmin səs yazısını qoyur. Hansı ki, Bəli. əri
Qəzənfər Qəzənfər. səs yazısını qoyur. O səs yazısını kimin yanında qoyur? Onu Vaqifin yanında qoyur. Vaqifə də deyir ki, sən də böyüyəndə bunları anlayacaqsan. Vaqif həmin disk qoyulanda Vaqif oyaq idi yoxsa yatmışdı? Yox, yatmışdı mən. Aha. Yaxşı. Müəllim. Həmin səs kaydında bir Qəzənfər deyir ki, deyir mən bir gün öləcəm falan filan, amma bu səs yazısı məndən sizə xatirə, bu günümüzdən bizə xatirə qalacaq falan filan. Baxanda yad edərsiniz nə bilim. Orada başlayır bir-iki söz deməyə. Deyir ki, bəs bir-birinizi düşünün, bir-birinizə daim kömək olun, nə bilim, arxa dayaq olun, bütün bayramlarda bir yerdə olun falan filan. Yəni bir nəvi bu epizodu biz Anamın kitabı əsərindəki Əbdüləzim kişinin məktubu var idi. Ana övladlarına oxumaq istəyirdi ki, məndən sonra hamınız bir yerdə olun falan filan. Bir nəvi ondan oxşar cəhət kimi götürə bilərik. Atanın vəsiyyəti kimi. Fərqli cəhət oldu ki, biri yazılı şəkildə idi, biri səsli şəkildə idi. Orada bir-bir uşaqların hər birinə mikrofon deməyək, kameranı tutur, deyir ki, danışın da. Səs yazan idi daha doğrusu, kamera deməyək ona. Səs yazanı Dilarəyə Səs yazan tutur. Müəllim, o maqnitofondan bizdə də var idi qabaq. Necə deyim, bir hissəsində, belə yumru bir hissəsində səs yazmaq üçün şey var idi. Yəni deşik. Birinin mikrofon əvəzi idi. Belə Ora necə deyim, onun mikrofon kimi tuturdun ağız tərəflə, yəni belə deyim də, maqnitofonu bütöv tuturdun. Başlayırdın danışmağa, o da yazırdı. hə, bildim hansıdır. Yəni təxmini yadıma düşür hansı şey olduğu maqnitofon. Başında da fənər var idi, uzağa məsafəyə vurmaq üçün. Qırmızı rəngi idi deyəsən. Bəli, 3 düymə. Hə, yadıma düşdü. Orada Dilarəyə uzadır həmin səs yazanı. Dilarə orada hansı mahnını oxuyur? Hal-hazırda dövlət səviyyəsində xalq mahnısıdır. Hətta onun kinosu da var. Dilarənin oxuduğu mahnı Biraz operaya yaxın. Salam müəllim. Salam müəllim. Çox sağ olun. Böyük ehtimal yağışa görə, qırğına, qiyamətə görə Wi-Fi-lar gedib, hə? Hava yaxşıdır, amma işıq yoxdur. Hə, bildim. Böyük ehtimal elə olar. Yaxşı, dedik ki, orada müəllim cavab verə bilərsiniz. Tamam, sual nə idi? Aha, dedik ki, artıq keçən ilin son gecəsini yekunlaşdırırıq. Talvar hekayəsinə gedəcəyik. Orada siz cavablandırarsınız. Keçən ilin son gecəsində artıq sonda Qəzənfərin səs yazanı bir-bir uşaqlara tutduğunun şahidi oluruq. Orada Dilarəyə tutanda Dilarə hansı xalq mahnısını oxuyurdu? Dilara, Arşın Mal Alan. Ay sağ olun, bəli. Arşın Mal Alan xalq mahnısını oxuyurdu. Həmçinin buna da filmdə çəkilibdi. Yəni bir filmdə də bu epizod, bu mahnı qeyd olunur. Yəni daha çox opera mahnısı kimi qeyd olunur. Yaxşı, səs yazısında Qəzənfər Həmidəyə nəyə əmanət qoyduğunu deyir. Deyir ki, bunları sənə əmanət qoyuram. Uşaqlara əmanət qoyur. Aha. Yəni deyir ki, mən bunları oxutdura bilməsəm, yəni sən bax heç olmasa deyir, əsas onların universitetə qəbul olunması deyil də. Əsas odur ki, onlara yaxşı bir valideyn ol, həm də onlar özündən sonra məsələn getdikləri yerə özündən, yəni buradan bir şey aparacaqlar. Əgər onlar getdikdən sonra sən onları günahkar sayma. Aha, əla, tamamilə doğrudur. Biz bu əsərdə şifahi xalq ədəbiyyatından hansı iki fərqli janrın əsərin fərqli süjetlərində işləndiyini şahidi oluruq? Layla idi bir də oxşama, o nəvəsinə deyir Həmidə xanım. Bəli, nəvəsinə gələndə ilk dəfə oxşama deyir, balama qurban eləyək, balama. Burada da Layla deyir. Nəvə, Dilanlar. Layla deyir, bəli. Tamamilə doğrudur. Anarın keçən ilin son gecəsi əsəri də bu formada yekunlaşır. Yəni o övladlar gəlmir. Bir nəvi Anar bu əsərdə müasir dövrün reallığını canlandırmağa çalışmışdır və
Həqiqətən də canlandırıb. Çünki indinin özündə biraz fikir verirsiniz. Məsələn, bu tərəfdə yəni Cəlilabad ərazisində bayram ərəfəsi deməyim, bayram günündə bu şey olur. Maşınlar yola çıxır, avtoşluq eləyir də əməlli başlı. Evin uşaqları demək olar ki, hamısı bir-bir yeməyi yeyəndən sonra süfrə arxasından durub gedirlər ora. Yəni həmin o maşınlara tamaşa eləməyə. Evdə qalır bir ata, bir də ana. Başqa heç kim qalmır. Yəni nisbətən müasir dövrün həqiqətlərini yazıcı Anar bu əsərində canlandırmağa çalışıb ki, hansı ki canlandırıb da orada. Yəni indi təkdən bir evdə hamı əyləşir. Nəysə, keçək Elçinin Talvar hekayəsinə. Elçin Talvar hekayəsi. Elçinin Talvar hekayəsi. Mən bir dənə baş ağrısı tap getdən olur. Necə müəllim? Mən sizdən deyiləm, üzr istəyirəm. Hə, tamam. Deməli, Peyman müəllim, zəhmət olmasa 28 dəqiqəsinə dərsdən sonra baxarsınız. Yaxşı? Çünki siz 28-ci dəqiqədə dərsə gəldiniz. Aha, Elçinin Talvar hekayəsi. Peyman müəllim necə başlayır? Burada ağac şaqqıltısı eşidilir. Aha, Sonra hansı onun ağac? yanında tut ağacı. Tut ağacının şaqqıltısı eşidilir. Bəli. Ehtimala görə o tut ağacı nə üçün parçalanır? Çünki ehtimala görə yəni 100 yaşına çatmışdı ona görə. Kimin dilindən eşidirik biz bunu? Alyavaz kişi o öz nəvəsinə məsələn demişdi ki, o Gül ağay var idi. Ona demişdi ki, bu tut ağacı 100 yaşı tamamlananda bu iki hissəyə bölünəcək. Aha, tamam. Və belə oldu. Əla. Həyətə buxar tut parçalanandan sonra həyətə ilk boylanan kim oldu? Onun gəlini Ana xanım. Ana xanım. Ana xanım kimin arvadı idi? Ağa Muxtarın. Bəli, Ağa Yox, həyat yoldaşı idi. Ağa Muxtar onun kiçik oğludur, böyük oğludur. Böyük oğul. Böyük oğludur. Bəli, tamamilə doğrudur. Yaxşı. Tut iki yerə bölünəndə Ana xanım nə iş görürdü? yemək bişirdi. Nə Səhər yemək üçün kotlet Küftə pişirirdi. Bəli, küftə. də yumruluyurdu. Bəli. Əlabbas kişini çağırmağa kim getdi? Yəni bu hadisəni görəndən sonra. Gül ağa. Nəvə. Tamamilə doğrudur. Yaxşı, Əlabbas kişini çağırmağa ehtiyac qaldı, yoxsa necə? Yəni Xeyr, o öz ağ paltarını geyinib, ağ köynəyini, onsuz bu səsi eşidib, yəni öz otağından çıxıb gəlirdi. tamamilə doğrudur. Bəli. Əlabbas kişi nə üçün belə deyək də kimsə gedib onu çağırır. Ümumiyyətlə xəstə yatırdı onda, yoxsa yox hələ xəstə yatmırdı? Xeyr, xəstə yatmırdı. Aha. Tüfəng. Əsərdə Tutun bir dənəsinin belə yerdə qalmamasını istəyən obraz kim idi? Hansı ki deyir ki, yerdə qalsa heyf olar da qonşulara filan verin. Elə Əlabbas kişi idi. Həm bunu yerdə qalmasını istəmirdi, həm də həmin günü bayram kimi qeyd edilməsini istəyirdi. Bu Bəli, əslində onda olan inanc idi də. Deyirdi bəli, məsələn 100 il isə bu tut, heç olmasa yəni barı yerdə qalmasın. bəli, tamamilə doğrudur. Buna görə hər hansı bir yemək bişirildi orada, yəni bir bayram ab-havasında. Bəli, aş bişirilir, öz gəlininə deyir ki, aş hazırla. Hansı gəlinə? Ana xanıma. Ana xanıma deyir, bəli. Aş başqa hansı əsərdə işlədilmişdi? Bunun adı Qurbanəli bəydir. Qurbanəli bəy. Hə, düz. Tamamilə doğrudur. Əlabbas kişi dediklərinin doğru olduğunun isbatını kimə deyir? Nəvəsi Gül ağaya. Nəvəsi Gülağıya deyir, bəli. Sonra bu hadisə hansı ayda baş vermişdi? Hansı ayda və hansı fəsildə baş vermişdi? Tutun parçalanma. Yay ayı, yəni yay fəslində deməli may, yox, iyul ayıdır. Bəli, iyul ayında baş verir. Bir də ki müəllim qoy bunu da deyim, elə
Biraz haşiyə də tutsaq, qoy deyim. İyul və iyun sözlərində vurğu ikidədir. İyul, iyun deməyin. İyul, iyun. Belə deyin. Vurğu ikinci hecadadır. Aydınmı? Aha. Deməli, hadisələr iyul ayında baş verir, yay fəslində baş verir. Elə tutun parçalanmağı da o deməkdir. Yəni tutun yetişməyə tutdu. Elə iyul ayının artıq ikinci həftəsindən sonra yetişməyə başlayır. Aha. Yaxşı. Nə sual vermişdim mən? Hansı fəsildə baş verir? Aha. Hansı fəsildə baş verir? Yaxşı. Orada bu fikri deyən kim idi? Deyir ki, əgər tutun hamısı yerdən yığılmasa biz günaha batarıq. Bunu deyən kim idi? Əlabbas kişi. Əlabbas kişi. Bu fikir doğru idi. Yəni o həqiqətən Xeyr, o sadəcə öz düşüncəsi ilə bunu deyir. Yəni belə bir fakt və yaxud belə bir nəsə yoxdur ki, tut deyək ki, tut yerə töküləndə onu götürməsən günaha batırsan. Sadəcə bu fikirləşirdi ki, tut ağacı 100 yaşına çatıbsa, yəni parçalanıbsa, bunun 100-cü ildəki meyvəsi yerdə qalmalı deyil. Tamamilə doğrudur. Yəni bu onun düşüncəsi idi. Aha. Yaxşı. Tut həftənin neçənci günü parçalandı? 4-cü günü. Yox. Müəllim deyə bilərsiniz? Peyman müəllim. Sual səsinizi eşitmədim. Aha, deyirəm ki, tut həftənin neçənci günü parçalanmışdı? 5 idiyəsən. 6-cı gün, həftənin şənbə günü parçalandı. Başqa hansı əsərdə biz əsərin şənbə günü tamamlandığının şahidi oluruq? Hətta həmin əsəri yazan 19 yaşında o əsəri bitirir. Şənbə günü bitirir. Şah İsmayıl Xətai Dəhnamə əsərini 19 yaşında şənbə günü bitirmişdir yazmağını. Aha, şənbə günü bir epizodda orada çəkilir. Əlabbas kişi ilə Tubu xanımın neçə uşağı var idi? Tubu xanım da onun arvadı idi, həyat yoldaşı idi. Neçə övladı var idi? 4 qızı. 4 qızı var idi, 2 də oğlu var idi. Bəli, tamamilə doğrudur. Əsərdə müharibə səhnəsi canlandırılıb. Bəli. Müharibə səhnəsi canlandırılıb, səhnəsi deyirəm. Səhnəsi yuxudasında 2 oğlu döyüşə getmişdi, amma yəni sağ-salamat durub oradan gəlmişlər bu səhnədə. Yəni səhnəsi canlandırılmır da, yəni sadəcə müharibədə iştirak edib qayıdıb. Yəni müharibə səhnəsi canlandırmayıb da, deyək ki, hansısa döyüş göstərilməyib orada. Övladlarının adı nə idi? Oğlanlarının. Birinin adı Buyurun Peyman müəllim. Biri Ağa Muxtar idi, böyük oğlu, bir də Fətullah. Fətullahdır. Məsbə xanım hansının arvadı idi? Fətullah. Yaxşı. Əlabbas kişinin atasının peşəsi nə olub? Neft quruqlarında işləyirdi. Yəni neftçi idi. Bəs atası övladı olan Əlabbasın hansı işdə işləməsini istəyirdi? Hansı peşəyə sahib olmasını? Elə yəqin bu işdə olar, amma o dülgər olmağı seçmişdi. Aha, o isə dülgər olmağı seçmişdim. Tamamilə doğrudur. Əlabbas kişi nəyə görə elə bu qənaətə gəldi ki, yəni mismar vurmaq da taxta rəndələməklə qurtardı. Yəni bu fikrə nəyə görə gəlir? Ona görə ki, müəllim, bu Qapdarvazanın çölündə küçədə skameyka düzəltmək istəyir. Skameykanı düzəldərkən çəkiclə əlinə vurur, mişarla barmağını zədələyir. Hansı deyək ki, alətdən istifadə edirsə, onunla özünə bir xətər yetirir. Və artıq bunu bacarmayacağını bilib, necə deyim, artıq əvvəl kimi bacarmadığını düşünüb, yəni bu işlər artıq qurtardı deyirdi. Tamamilə doğru. Demək, 60-70 ildən sonra balta onun əlini kəsmişdi, çəkic də barmağını əzmişdi. Mişarın orada adı qeyd olunmur. Balta deməli əlini kəsir, çəkic də barmağını əzmişdi. Ona görə artıq belə qənaətə gəlir ki, artıq qocalmışam və artıq əldən
düşmüşəm. Amma əslində elə deyildi də. Yəni onun hələ də canımda qalmışdı. Müəyyən ki, iləriyən epizodlarda biz onu görəcəyik. Əlabbas kişinin səhər alətxanasının qapısını açmaqda məqsədi nə idi? Alətlərini yəni götürüb gedib satmaq istəyirdi. Aha, bəli, alətlərini götürüb satmaq istəyirdi. Buna səbəb də yenə də deyim, onun mənəvi cəhətdən pis olmağı idi ki, yəni mən vaxtı ikən çox şeylər eləmişəm, amma indi elə yaşımdır ki, hansı ki həmin yaş mənə artıq icazə vermir ki, rahat şəkildə öz istədiyim işi görəm. Yaxşı, Əlabbas kişinin alətləri satmaqda əsas məsələ maddiyyat idi, yoxsa necə? Xeyr, əsas məsələ mənəviyyatı. Belə deyək ki, onun alətlərini fikirləşirdi ki, bu alətlər boş qalmamalıdır, paslanmamalıdır. Hı. Yəni bir növ iş görməlidir bu alətlər. Bu Aha. da artıq bir neçə gün ard-arda gedir, Qalın, baxsın. müəllim, ora keçməyin hələ. Ona qədər ki, suallar var. Onun bu alətləri nisbətən əvvəlki dövrün alətləridir, yoxsa bu hadisənin baş verdiyi dövrlə uyğunluq təşkil edirdi o alət? Uyğunluq təşkil eləmir. Yəni belə deyək də, artıq elektriklə olan drellər çıxmışdı. Hı. Yəni bunun alətini soruşmağa gələn cavan oğlan da bunun yəni bir qəpik etməyəcək, yəni bununla bir iş görülməyəcəyini deyir. Deyir ki, artıq burada da Əlabbas kişi get, sənin qabağını kəsən var ki, gedib drel almayasan, nə bilim, şey eləməyəsən. Bu artıq bunu necə deyim, əlinə baxır birinci, görür ki, bu ustadı yoxsa yox. Həmin o cavan oğlan da buna əllərini göstərir, bilir ki, bunun əlinə. Deyir ki, ustayam, amma mən əlcəkdən istifadə edirəm. Əla. Neçənci gün, yəni 3 gün dalbadal gedir də, neçənci gün o bu gənc usta ilə qarşılaşır? Üçüncü günü. Üçüncü gün qarşılaşır. Bəli, tamamilə doğrudur. Bəs onun usta olub-olmadığını və yaxud da yaxşı usta olub-olmadığını bilmək üçün Əlabbas hara baxır, Peyman müəllim? Onun əlinə baxır. Oğlan da deyir, nə əlimə baxırsan, yəni yoxlamaq istəyirsən ustayam, yox usta deyiləm. Deyir, mən işləyəndə əlcə ilə işləyirəm, həm də indi hər şey elektriklə deyə əlim, yəni nəsə olmur da əlimə. Aha, bəs sata bildi bu alətləri, yoxsa məyus və əlinə belə deyək də çəkic dəymişdi, əzmişdi, daha sonra balta onun əlini kəsmişdi. Yəni burada biz gördük ki, yəni Əlabbas kişi çox məyus olmuş da. Bəs bu epizoddan sonra artıq həmin məyusluq Əlabbasda aradan qalxır, yoxsa necə? Yenə də bu alətləri satmaq istəyir. Ondan sonra yəni Əlabbas kişi gəlir öz evinə, 3-cü gündə sata bilmir, 4-cü gün çıxır həyətə və yenidən başlayır skamyaka düzəltməyə. Bəli, artıq onun öz yerinə gəlmişdi ki, lazım deyil bunları eləmək. Aha. Qapının ağzında yarımçıq qalan həmin o skamyanı düzəltməyə başladı. Davam edir və 1 saat içində yəni skamyanı tamamlayır. Nə çəkic əlinə vurur, nə mismar əlinə batır. Yəni elə bil ki, əvvəlki dövr Əlabbas idi. Hətta gəncləri bunu görür. Ana xanım bir də məsməyə sevinirlər ki, elə bilirlər ki, yəni babası qaynatası elə bil əvvəlki kimi olur da. Hətta kənd cəmiyyəti deyirdi ki, bu tut ağacı kimi 100 il yaşayacaq. Aha. Yaxşı. Skamyadan sonra, yəni həmin o həyətdəki skamyakadan sonra Əlabbas kişi nələri düzəltdi? Buyurun. Bundan sonra düzdür, Bundan sonra buyurun abi. Buyurun, mən deyin. Mən dəqiq bilmirəm amma deyin. Ondan sonra müəllim belə deyək də, keçir qonşuların pilləkəni düzəldir, taxta pilləkəni düzəldir. Qonşuların Ora qalsın müəllim, ora girmir. Qonşulara nəsə eləmir hələ. Oranı skamyanı düzəldəndən sonra qayıdır şüşəbəndi düzəldir. Çünki onların evi əvvəlcə bir mərtəbə olub. Sonra uşaqlar artdıqca 2 mərtəbə olub. Sonra o uzanıb, artırma eləyə-eləyə gediblər ki, onlar hamısı bir evdə qalsınlar. Ona görə də şüşəbənd artıq belə deyək, köhnəlmişdi və onu gedir düzəldir. Daha sonra səliqəyə salır, daha doğrusu sürahiləri düzəldir, pəncərə çərçivələrini səhmanlayır. 2-ci mərtəbəyə qalxan taxta pilləkənləri səliqəyə salır. Bundan sonra isə sizin dediyiniz o qonşuları artıq
Qonşuların diqqətini çəkir bu artıq. Yaxşı, Əlabbas kişi kimin istəyi üzərində onların qapısında talvarlı skamya düzəltməyə başladı? Balaca xanımın. Balaca xanımın, bəli. Bəs Balaca xanım nəyə görə belə deyək də, rus sözünü особо özünə istədi? Yəni o gəlib burada onlar Əli Abbas Tamam. darvazasının qarşısında otururdular rahatlıqla. Aha, buyurun. Orada demək ton çırtlayırdı və Əlabbas kişi bunu görür. Bu da deyir ki, narahat olma, mən təmizləyəcəm bunu. Nə eləyək, evimizin qapısının qabağında yoxdur ki, bizim üçün düzəltmədin ki, biz orada oturaq. Və bunun da bir növ həqqi mənada deməmişdi də. Bundan sonra Əlabbas kişi deyir ki, narahat olma, sabah sənin üçün də düzəldəcəm skamika. Bundan sonra başlayır skamika düzəltməyə. Aha, kimin qapısının ağzında skamyaka düzəltdi? Kimgilin? Elə Balaca xanımın həyatında. Balaca xanımın atasının adını deyək də orada. Atasının adı Hüceyn. Onu bilmirəm. Ağa Nəcəfgilin. Ağa Nəcəfgilin qapısının ağzında skamyaka düzəltdim. Yaz. Bir şey soruşum. Buyurun. Balaca xanımın yoldaşı qəssab idi, yoxsa atası? Yoldaş, atası olar. Atası olar. Atası qəssab idi. Aydın. Orada bir nəfər təhsilli bir obraz var idi. Təhsil almışdı. Bəli, kostyumlu gəlir, görür Əlabbas kişinin işləməyini görür. Əlabbas kişini deyir ki, bu necə də əsər yazmalı adamdır. Bu necə də yəni bir Ah. növ